Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 9-cu qrant müsabiqənin Qlobal Vizyon Tovuz rayon Olimpiada hazırlığı regional layihəsinin final mərhələsinin bağlanış təqdimatı Tovuz rayon Qovlar şəhər humanitar təmayüllü liseydə baş tutub. Təqdimat mərasimində əvvəlcə şagirdlər yekun olaraq imtahan verib və layihə rəhbərləri tərəfindən imtahan verən şagirdlərin nəticələri yoxlanılıb. Sonra məktəbin geniş salonunda Azərbaycanın dövlət himni səsləndirilib. Daha sonra ümumilli lider Heydər Əliyevin və vətənin bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qlobal Vizyon layihənin son təqdimat günüdür. Yəni bugün layihəmizin bağlanış günüdür və 6 ay ərzində keçirilən layihədə biz nələri qazandıq? Bildiyimiz kimi PISA proqramına əsasən Azərbaycanda oxu səviyyəsi bir qədər aşağı idi və belə deyərdim ki, şagirdlərin oxu bacarığı bizim gözlədiyimizdən çox aşağı olur hər dəfə imtahanlarda. Amma belə deyim ki, Qazax, Tovuz, Akstafa əslində bu bir məktəb üçün nəzərdə tutulmuşdu. Regional səviyyədə olan təlimlərimiz müntəzəm olaraq müəllimlərə və şagirdlərə keçirdiyim təlimlər nəticəsində artıq müəllimlər şagirdlərə əks əlaqə saxlamaq üçün və eyni zamanda hansı platformadan daha yaxşı dərs keçə bilərəm deyə, bax, hansı hekayəni şagirdə daha yaxşı mənimsədərəm deyə, story maplərin hazırlanmasında artıq müəllimlərimiz çox yüksək şəkildə istədiklərinə nail oldular və dərslərini düzgün qura bildilər. Bu layihə haqqında fikirlərim budur ki, layihə mənim üçün çox şey ifadə etdi. Məsələn, öz danışıq qabiliyyətimizi, yazı qabiliyyətimizi və oxu qabiliyyətimizi inkişaf etdirdi. Hətta burada bəzi dərslərdə dinləmə qabiliyyətimizi də inkişaf etdirdi və sonuncu, yəni final mərhələsi üzrə öz yazı qabiliyyətimiz üzrə imtahan verdik. Sonda layihə çərçivəsində bu platformadan düzgün istifadə edən şagirdlərə diplom və sertifikat, eyni zamanda beynəlxalq dərəcəli təlimçi Tahirə Xasməmmədovun kitabları hədiyyə olaraq təqdim olunub. Kəmran Əskiparalı, Səs TV Xəbər, Tovuz.